Salam sabah xeyir. Səhər saat 8-ə qalıbdır, ona görə hava alaqaranlıqdır. Problem nə tək Nərimanlarda, nə də Qurbanlarda deyil. Problem fədakarlığın olmamasındadır. Əgər bir futbolçu topun ardınca qaçan zaman düşünsə ki, eybi yoxdur, qoy mənim ayağım burxulsun, aylarla gipsdə qalsın, heç bir zaman o oyundan qalib olmadan qayıtmaz. Həmçinin elə götürək, məsəl çəkim, biraz əvvəl bir obyektin yanından keçirdim. Hərçənd ki, adı, soyadı da bəlli deyildi. Yəni mən orada istərsiniz o qədər səs-küy, yəni sən əgər mühafizə edirsənsə, el arasında belə deyək də, rus dilində danışmağı öyrəşən cəmiyyət axran deyir. Yəni sən bu malı mülkü mühafizə edirsənsə, sənin fədakarlığın olmalıdır. Sən yuxuvu, gecənin ən şirin yuxusunu qurban verməlisən. Bilmirəm, izah edə bildim yoxsa yox.